Hər kəsə salamlar. Yeni məktubumuzun analizi ilə Sualım var rubrikasını davam edirik. Oxuyuram. Salam Aygün xanım. İlk öncə təşəkkür edirəm bu fürsəti yaratdığınız və məktubumu oxuduğunuz üçün. Mənim sualım belədir. Deməli, mən adətən həmişə harda cool, daha modern və cazibədar, bir də vecsiz tip oğlanlar var, onlara çəkilirəm. Onların əldə etməyə, o mükafatı qazanmağa çalışmışam hər dəfə. Ego tətmini deyil tam olaraq, sadəcə elə tip insanlarla ailə qurmaq istəyirəm. Mənə daha cazibədar gəlirlər. Onlar isə hər zaman məni yarı yolda qoyublar, ya da vecsiz yanaşıblar. Ya qostlanmışam, ya bəlirsiz bir situasiya kimi bir şey olub və s. Açığı məni sevib, dəyər verən insanlar da olub. Amma həmin o good boylar, yəni yaxşı tip oğlanlar, məni nəsə itir. Bir oğlan mənə biraz aşırı yaxşı davrananda və biraz da qırsaqqız kimi olanda dəyərsiz görünüblər mənə. Ya da bu çox arzu olunan tip deyil, tipim deyil, ya da yaxşı, hər tərəfli cool olsaydı, heç bu qədər arxamca düşməzdi bu oğlan deyib, qaçıram o good boylardan. Tamam, mən də ideal deyiləm. Bunun fərqindəyəm, amma özümü inkişaf etdirmək üçün çox şey eləmişəm. Təhsilim, xaricdə karyeram var və s. Niyə də istədiyim tip insanla ailə qurmayım deyirəm. Gözəl dünya görüşlü xanımam. Amma o istədiyim tiplər də məni dəyərsizləşdiriblər sonradan və təbii ki, mən dəyər görmədiyim yerdə bir saniyə də dayanmamışam və qırsaqqız olmamışam qətiyyən. Xoşbəxt ailəm olsun istəyirəm. Amma o yaxşı oğlanlar məni aşırı itir, hətta cinsəl istək hissi belə keçmir ağlımdan onları görəndə. Həmişə daha yaxşı var deyə 30-a yaxınlaşıb yaşım artıq. Bu durumdan çıxmağa çalışıram hörmətlə. Gəlin baxaq. Maraqlı situasiyadır. Bacardığım qədər biraz işıq saçmağa çalışacağam. Baxın, siz də özünüz haqqında qurduğunuz o obrazınız, özünüzü tanımladığınız o ideal mən, o istədiyiniz versiya, sanki o dediyiniz kimi, yəni təhsillə, karyerayla, dünya görüşünüzlə mövcuddur və sizin bu xoşunuza gəlir. Amma rəsmin tam ideal şəkildə tamamlanması üçün sizə sadəcə bu tərz oğlan çatmır. Sanki elə bir mən özümü düşünürəm ki, mən belə versiyamda cool birisiyəm, krutoyam və bu oğlan tərzi krutoydu. Deməli, mən sadəcə bu tipdə oğlanla ailə qursam, mənim ideal rəsmim tamamlanır və mən özümü tam istədiyim kimi hiss etməyə başlayıram. Amma bu olmayana qədər, bu element alınmayana qədər mən yarımçıq hiss edirəm. Çünki o rəsm tanımlanmır. Bilirsiniz, o əsas da deyir sizə maraqlıdır ki, vecsiz tipdə insanlar. Vecsiz o kimdir də, hansı ki, sanki onların başqa insanlar vecinə deyil. Onlar elə səviyyədədirlər, hansılarına ki, belə hiss kimi bir xırda şeylərlə əlləşmirlər. Onlar bundan üstündürlər, əl çatmazlar. Gəlin birlikdə təsəvvür edək bir qala məsəl üçün də, hansını ki, fəth etməyə çalışırlar müharibədə. Asan fəth edilən qalanlar var, bir də var ki, o güclü, böyük, divarlarla hörülmüş qalalar və onu əldə etsəm, bu əsl mükafat kimi gəlir. Və siz də bir növ düşünürsünüz ki, okey, mən bu cool insanam, mən bu qədər iş görmüşəm bu cool insan olmaq üçün və mənim mükafatım budur. İstədiyim və ideal saydığım tip oğlanla ailə qurmaq. Mən demirəm bu pisdir. Sadəcə situasiyanı anlamağa çalışıram. Amma bir növ o ingiliscə qəşəng söz var, trophy wife, o bir doğrudan mükafat kimi ailə qurduğumuz qadınlar, o kişilər xoşlayır belə taxsın qoluna, belə həm xaricdə, həm bizimkilər belə gəzdirsin, sanki bax gör mənim həyat yoldaşım necə də, o tipdə də adətən çox gözəl, bədənli qadınlara, modellərlə evlənirlər və belə qoluna taxaraq sanki medal, belə vacib bir şey kimi etmiş kimi hiss eləyirlər və siz də bir növ o tipdə düşünürsünüz ki, mən vacib birisiyəm, mən də bu tərzdə oğlanı belə paqon kimi taxıb çox qürurla göstərə bilərəm. Bu bilirsiniz nəyə xatırladı? Elə bir ki,
İnsan ayaqqabı seçərəm və burada maraqlı demisiniz ki, bu da çox da arzu olunan tip deyil, tipim deyil ya da hər tərəfli cool olsaydı daha arxamca qaçmazdı. Məsələn, gəlin bir dənə bahalı brend ayaqqabı düşünək. Valentino, Gucci, nə bilim, Manolo Blahnik, Louboutin. Elbə ki, ayaqqabı alsam düşünərəm ki, okey, mən o qızam hansı ki, adi ayaqqabı geymir. Yəni bu ayaqqabı məsəl üçün hansısa başqa mağazində satılır, Zara deyək. Nə olsun ki, dəridir, amma belə yaxşı olsaydı bu qiymətə olmazdı. Axı bir növ özümə yaraşdırmıram, hə? Oradan alıb geyməyi. Valentino istəyirəm. Və o Valentinonu alanda isə düşünmürəm ki, sadəcə elbə ki, üstdən baxıram, görünən şeyə baxıram. Cazibədərdir, cooldur, tanınandır, hamının istədiyi bir şeydir və mən bunu geyinirəm. Amma düşünmək ki, mən bu ayaqqabıda çox zaman, yəni biz bilirik də, o çox da rahat ayaqqabılar olmur çox zaman və ondan 5 dəqiqədən artıq gəzmək, rəqs etmək, yolda getmək mümkün deyil də. Onu adətən sadəcə adına, sanına və gözəlliyinə görə geyinirik. Bax, bu da elə bir ki, sizin məktubda birazca əks cinsə qarşı, münasibətə qarşı belə bir yanaşma hiss olunur. Daha çox sizə üzdə görünən maraqlıdır. Ki, mən ailəm qursam hamının istədiyi tip oğlandan, hansı ki mən əldə edə bildim, hamı baxır kənardan və görür ki, wow, məsəl üçün Aygün nə tipdə oğlanla evləndi, əl çatmaz birisi ilə, o vecsiz birisini özünü sevdirib tabe eləyə bildi. Belə bir şey. Baxım sonra özüm üçün qeydlər almışam. Məsəl üçün, burada deyirsiniz, daha yaxşısı var. Həmişə daha da yaxşısı var deyə yaxınlaşın. Mən çox maraqlı olaraq soruşmaq, daha yaxşı nəyə nəzərdə tutursunuz? Siz 100% daxili dünya nəzərdə tutmursunuz ya da hər tərəfli cool olsaydı. Məsəl üçün, sizin üçün cool anlayışı nədir? Çünki siz məktubda göstərdiyiniz sadəcə üzərdən görünən şeylərdir. İncidən isə bilirsiniz nədir? Siz bu tipdə oğlanla ailə həyatı qurmaq istəyirsinizsə, orada xoşbəxtlikdən çox zaman söz gedə bilməz. Çünki bu tərz oğlanlar, vecsiz insanlar ümumiyyətlə, öz hisslərindən qopuq olan biriləridir. Və özlərinə, görünüşlərinə, statuslarına takıntılı olan biriləridir. Onlar üçün bu sadaldığım şeylər insani hisslərdən, insani kontaktdan, sevgi dolu münasibətdən uzaq bir şeylərdir. Və adətən bu tərz oğlanları çox qız istəyir və onlar da bunu bilirlər. O münasibətlərdə, demirəm hamıda, amma çox zaman aldatmalar olur. Sanki insan qadın müvəqqəti bir o eyforiyanı, triumfu yaşayır bu tipdə oğlanla evlənərək ki, baxın, hamınız istəyirdiniz, mənim oldu. Amma onun sonra çox bədəllərini çəkir. Mən görmüşəm bu situasiyaları həyatda. Bunu elə bil ki, düşünmürsünüz. Siz sadəcə elə bil o kuboku, o Oscar'ı alıb evinizə qoymaq istəyi var. Necə ki, mən bahalı ayaqqabını geyinirəm, alıram rəfimdə də, hər dəfə o rəfə baxanda sevinirəm ki, məndə bu var. Amma nə olsun ki, gəzə bilmirəm, nə olsun ki, daima işlədə bilmirəm. Əsas odur ki, tanınandır, bilinəndir, istəniləndir və məndə bu var. Buna çox diqqət edərdim. Çünki xoşbəxt ailə belə şeylərin üzərində qurulmur. Mən demirəm ki, görünüş önəmli deyil, o cinsəl kontakt önəmli deyil. Amma siz elbə ki, sadəcə o üstdəki şeylərdən birazcık dərinə getməyə çalışmırsınız. O insanlar hansı ki, sizə hissləri ilə yanaşır. Axı, bilirəm, bəzən o savsim qırxsaqqız kimi situasiyalar olur, lap belə adamı belə bezdirən. Onlardan demirəm. Amma olur insanlar, hansı ki, məsələn, sizin arxanızca düşənlər, sizi qazanmağa çalışanlar. Görürsünüz, onlar sizdə elə bir ki, gözünüzdə ikinci sort insanlardır. O insanlar hansıların ki, hissləri var, hisslərinə uyub gedirlər, bir növ hisslərini sizə ifadə edərək, sizdən xoşlarının gəldiyini göstərərək savunmasız olurlar. Bu şeylər sizə belə çox az qala biraz irənc kimi gəlir. Çünki daha çox o hisslərini vecə almayan, o cool, sanki onu heç bir şey narahat etməyəcək
tipajında olan insanlardan xoşunuz gəlir. Çünki məncə siz özünüzü də elə bir insanla tanımlayırsınız. Halbuki içəridə elə deyilsiniz. O cool tipdə insanlar da içəridə elə deyil. Biz içəridə hamımız insanlarıq, hansımızın ki hissləri var, qürurumuz var, istəklərimiz var. Sadəcə olaraq biz özümüzü onunla tanımlamırıq. Çünki ola bilər bəlli bir səbəblərə görə sizin üçün hiss edən insan, hisslərə sahib olan insan zəif, maraqsız, aciz birisi kimi gəlir. Ona görə belə tipdə deyək, aciz insanlar sizin dalınızca düşəndə bu sizin öz qürurunuza sanki toxunur. Amma bu tip oğlan arxanızca düşsə, onda elə bil ki, onda mən cool-am. Öz dəyərimi qaldırır. Elə bil ki, mən özələm, o özəl oğlan da məni arxamca düşərək, məni özəl hiss elətdirir. Amma bu tip oğlanlar mənim dalımca düşərək, elə bil ki, mənə xatırladır ki, mən adiyəm. Çünki onlar adi oğlanlardır. Amma mənə bu cool sandığım lazımdır. Yəni, nəticədə elə bil ki, elə anılır ki, məsələn, əgər mən cool olsaydım, bu cool oğlanlar mənim dalımca düşərdi. Amma mən dalımca bu adi oğlanlar sandığım düşürsə, onda mən adiyəm. Və o cool oğlanların diqqətini, sevgisini, mənə olan istəyini, asıllığını hiss edə bilməyərək, mən o dediyim kimi də o obraza çata bilmirəm və bu məni məhv edir. İçimdə aqressiya yaradır ki, bəs haçan mən çatacam bura ki, mən tamamilə o istədiyim formada özümü hiss edə biləm. Yəni, anılır nə? Mənə yaxşı davranan, dəyərli davrananlara mən yuxarıdan baxıram. Mən cool oğlan sandığım oğlanlara aşağıdan yuxarı baxıram. O cool oğlanlar isə mənə yuxarıdan aşağı baxır. Görürsünüz necə maraqlı bir rəsm alınır. Özünüz də deyirsiniz ki, bu tərz oğlanlar həmişə sizi yarımçıq buraxıblar, vecsiz davranıblar, qostlanıblar. Bu başqa cürə ola da bilməz. Çünki axı onlar dediyim kimi hissləri ilə kontaktda deyil. Biz hisslərimizi tanımayanda, bilməyəndə biz insani davrana bilmirik başqa insanlara. Çünki biz necə ki özümüzdəki hissləri görmürük, qarşı cinsdəki hissləri də görüb tanıya bilmirik. Bizim ağlımıza gəlmir ki, biz onlara ghost edərək, ignor eləyərək, yanlış davranaraq, onların hisslərinə toxunuruq, onları incidirik. Necə ki, siz, məsəl üçün, fikirləşmirsiniz ki, o sizə, o dəyər verən insanlara belə davranaraq, demirəm ki, sözdə demirsiniz, incitmirsiniz, yox, onu iddia eləmirəm, amma beyninizdə fikirləşərək belə, məsəl üçün, fikirləşmirsiniz ki, siz onları incidirsiniz. Yoxdur bu leksikonunuzda. İnsan, məncə, xoşbəxt, uzun müddətli münasibət o insanla qura bilər, hansı ki, o üzdə cool görsənir deyil, hansıyla ki, mən insani tərəfindən danışıb anlaşa bilərəm. Hansıyla ki, mən adi, normal insan ola bilərəm. Çünki məncə bu məktubu yazan xanım siz, hamımızda çox zaman bu baş verir. Biz unuduruq ki, biz adi, sıradan bir insanıq. Hansına ki, sevgi, hörmət, insani kontakt, istilik lazımdır. Və bu tərz oğlanları seçərək, biz onları əldə edə bilməyəcəyik. Çünki onların diqqəti həmişə özlərində olacaq ilk növbədə və ətraf kənarda. O qızda, bu qızda. Ən əsas da özlərində. Və bunları anlamasaq, bir növ, mən içəridə kiməm, mənə əslində nə tip oğlan lazımdır anlamasaq, mənə uyğun olan bəlkə bu tərzdə deyil, o adi, aciz sandığım tipdə insanlar olduğunu anlamasaq, biz xoşbəxtliyimizi tapa bilmirik. İllər gedir, bir sima o birisindən əvəz olunur. Eyni döngüdə, eyni frustrasiyanı yaşayırıq. Amma sanki başa düşə bilmirik ki, niyə mən o xoşbəxtliyimi tapa bilmirəm. Yəni, burada problem onda deyil ki, niyə ki mən istədiyim tipdə oğlanla münasibət qurmayım. Qurun, amma nəticələrini də anlayın. Nəticədə nə olacaq? Siz onunla münasibətdəykən nə olacaq? Bunları görərək, anlayaraq o insanla münasibət qurun. Çünki orada nadir halda səmimi, xoşbəxt münasibət olur. Hardakı iki insan bir-birini görür.
Və sizdə də eyni problem var. Əgər siz bu tipdə oğlanları seçirsinizsə, deməli siz də özünüzə takıntılısınız. O obrazınıza, o mən ortada bir növ güclüdür. Onu aksesuar kimi həyatınıza istəyirsiniz. Sizə də onun daxili dünyası maraqlı deyil. Sadəcə elə bir ki, istəyirsiniz ki, onunla kontakta girib, dediyim kimi, medal kimi, aksesuar kimi, Oscar kimi özünüzə götürəsiniz, amma dalını elə bil düşünmürsünüz. Fikrinizdə xoşbəxt münasibət anlayışı var, amma o xoşbəxt anlayışa nə daxildir, ya tam anlamırsınız, ya da ki, çox idealistik anlayışınız var. Hansı ki, reallıqda elə deyil. Reallıqda bu tərz oğlanlar, o sizin beyninizdə qurduğunuz, istədiyiniz xoşbəxtliyi çox güman ki, sizə verə bilməyəcək. Bir də nəzər yetirim. Məncə bu qədər. Məncə bu qədər. Yəni, birəcə koordinatlarınızı bəlkə dəyişməyə çalışasınız. Harada ki, məni istəyən, mənə dəyər verən insanlar sanki özlərini təhqir edirmiş kimi gəlir sizə. Amma hissiz insanlar, vecsizlər, kullar sizə sehirli, daha dəyərli gəlir. Və bu sizin, bu koordinatlar sizin o ideal dünyanızda, ideal obrazınızın bir parçasıdır. Elbir ki, onu biraz şəfrə eləmək lazımdır. Görmək lazımdır o elementləri. Çünki əks halda o istədiyiniz o obrazın illüziyasında həbsdə qalacaqsınız və siz demişkən illər gedəcək, amma situasiya dəyişməyəcək. Bu qədər. Ümid edirəm kömək ola bildim. Gəlin həftə görüşək. Sağ olun.